Bu günlərdə televiziyada müğənnilərdən biri deyib ki, Türkiyədə boşananlar dövlətə 30-40 min dollar cərimə ödəməlidirlər. Bizdə də bu qanun olsun. 50 min dollar cərimə yazsınlar. Onda görün hamısı necə yola gedir. Bu açıqlama ilə bağlı nə deyə bilərsiniz? Türkiyədə yaxud başqa bir ölkədə belə bir cərimə varmı? Həmin açıqlama ilə mən də tanış oldum və araşdırma apardım. Məlum oldu ki, Türkiyədə boşanma üçün heç bir cərimə yoxdur. Azərbaycan Respublikasında ailə nikah münasibətləri ailə məcəlləsi əsasında tənzimlənirsə, Türkiyə Respublikasında bu münasibətlər Türk Mədəni Qanunu ilə tənzimlənir. Köhnə Türk Mədəni Qanununun 143-cü, hazırda qüvvədə olan Türk Mədəni Qanununun 174-1-ci maddəsinə görə boşanma nəticəsində zərər çəkən günahsız tərəf boşanmaya səbəb olan tərəfdən müvafiq maliyyə təzminatı tələb edə bilər. Həmçinin boşanmaya səbəb olan hadisələr, məsələn, xəyanət, şiddət və s. səbəblərdən şəxsi hüquqları pozulan tərəf günahkar olan tərəfdən mənəvi zərərin ödənilməsi üçün uyğun məbləğdə kompensasiya tələb edə bilər. Lakin bu cərimə deyil, təzminatdır. Boşanmaya görə cərimə dünyanın heç bir ölkəsində yoxdur. Lakin boşanmanın ümumiyyətlə qadağan edildiyi dövlət var. Belə ki, Filippin dünyada boşanmanın qadağan olunduğu yeganə dövlətdir. Filippin qanunvericiliyi ümumiyyətlə boşanma prosedurlarını nəzərdə tutmur. Bu əsasən ölkənin müstəmləkə keçmişi ilə bağlıdır. Belə ki, 16-cı əsrdən 19-cu əsrə qədər Filippin Katolik İspaniyasının müstəmləkəsi idi. Bir neçə əsr ərzində kilsə və dövlət faktiki olaraq ayrılmaz idi ki, bu da ölkə qanunvericiliyinin formalaşmasına öz təsirini göstərmişdir. 1898-ci ildən 1946-cı ilə qədər ABŞ hakimiyyəti altında olduğu dövrdə müəyyən hallarda, məsələn, xəyanət baş verərsə, boşanmağa icazə verən qanun qəbul olunmuşdur. Lakin İkinci Dünya müharibəsi başa çatdıqdan və Filippin suveren dövlət statusunu bərpa etdikdən sonra əvvəlki sərt qanunlar yenidən bərpa olunmuş və boşanma qadağan edilmişdir. Dini təşkilatlar rəsmi olaraq dövlət orqanlarından ayrılsalar da, Katolik qaydalarının dünyəvi qanunlara təsiri bugün də güclü olaraq qalır. Katolik ehkamına görə nikah müqəddəs birlikdir və onun pozulması, həmçinin ikinci, üçüncü dəfə nikaha girmək günah hesab olunur. Azərbaycana gəldikdə isə boşanmaların sayının çox olduğu iddia edildiyi halda belə reallıqda elə bir qorxulu rəqəm yoxdur. Boşananların bir çoxu faktiki bir yerdə yaşayır. Sadəcə sosial yardım almaq üçün tərəflərdən hər ikisinin işləməsi tələb olunur deyə bəzi hallarda boşanıb ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət edirlər. Ümumiyyətlə, boşanmaların qarşısını cərimə ilə almaq olarmı? Ailə könüllü ittifaqdır. Ona görə də bir münasibət bitibsə, onu hansısa qadağalarla, cərimə ilə uzatmaq mümkün deyil. Zorla kimsə yanında saxlamağa çalışmaq heç kimə xeyir gətirmir. Düzdür, boşanmaq uşaqlara mənfi təsir göstərir, lakin bəzən elə ailələr olur ki, həmin ailələrdə şiddət və təhqirlə müşayiət olunan dözülməz münasibətlər şəraitində baş verə biləcək xoşagəlməz və arzulunmaz hadisələrin tərəflərə və uşaqlara daha çox travma yaşatmaması üçün boşanmadan daha yaxşı bir seçim qalmır.